Değerli dostlar, bu bilə təbiətə niyə gəlmisiniz, yemisiniz, içmisiniz? Sağ olun. Hər vaxtınız xeyir olsun dostlar. Biz Çempionlar Liqasında play-off mərhələsinin sonuncu duelinə nəzər salacağıq. Bu dəfə biz Paris Saint-Germain və Aston Villa komandalarının oyunundan bəhs edəcəyik. Paris Saint-Germain forması və Aston Villa forması. İngiltərənin ən böyük ikinci şəhərinin təmsilçisi. Birmingham təmsilçisi və kifayət qədər də azarkeşi olan, hətta Avrokuboklarda da ciddi nəticəsi olan bir komandadan söhbət gedir. Və formalarımızı da biz Forma Bakudan əldə etmişik. Həm Tərlan Şahinoğlu üçün Aston Villa formasını, həm də mənim üçün Paris Saint-Germain. Artıq bir İngiltərə təmsilçisini keçməyə müvəffəq olub Paris Saint-Germain. Özü də çempionluğu oynayan, böyük ehtimalla İngiltərə çempion olacaq bir komanda mübarizədən kənarlaşdırdı Paris Saint-Germain və belə düşünmək olar ki, Aston Villa qarşısında daha inamlı qələbə qazanarlar. Nəzərə alsaq ki, Aston Villa çoxdandır bax bu turnirdə iştirak edəmir, amma onlar qış transfer pəncərəsində boş oturmadılar, heyəti gücləndirdilər və bu turniri nəzərə aldılar. Axel Disasi, Marcus Rashford, Marco Asensio, Daniel Malen Paris Saint-Germain komandaya cəlb olundu və gücləndi Aston Villa, gücünə güc qatdı. Şansları nə qədərdir? Təbii ki, 50-50-yə deyil. Paris Saint-Germain daha üstündür təbii ki, bu qarşıdurmada. Həm çempionatda, həm də əlbəttə ki, Çempionlar Liqası turnirində Paris Saint-Germainin hegemonluğu və uğurlu oyunu təbii ki, nəzərdən qaçmır. Başqa nələrə qeyd etmək olar? Başqa məncə Paris Saint-Germainin əsas belə deyək də ortaya çıxması, gücünün ortaya çıxması, sən də razılaşarsan ki, Liverpool'la duellərdən sonra oldu. Sənə bir sual, yəni səncə Aston Villa ilə Paris Saint-Germain Liverpool'dan öncə bu komandalar qarşılaşsaydılar, yenə də mi şans 50-50-yə yox, 70-in 30-a və yəni deyək ki, 65-in 35 olardı? Yəni özlərini orada göstərdilər deyə birdən-birə Liverpool kimi çox ciddi favoriti mübarizədən kənarlaşdırmaq. Aston Villa kimi keçdi. Yəni Klub Brugge komandasını mübarizədən kənarlaşdırdı. Mən bizə nə düşünürəm? Mən düşünürəm ki, biraz Paris Saint-Germain Liverpool oyunundan bir fərqli qarşıdurma olacaq, oyunlar olacaq. Bol qollu oyunlar gözləyirəm hər iki maçdan da, elə bir ki, qarşılıqlı qollar olacaq hər iki oyunda da. Nə bilim 3-1, 4-2, bax belə hesablar qeydə alına bilər mənim fikrimcə. Məsələ orasındadır ki, Tərlan, Aston Villa'nın hazırki çalışdırıcısı Unai Emery məhz Paris Saint-Germain'də işləyib və oradakı onun fəaliyyəti uğursuz alınıb, komandadan göndərilib. Bax bu cür məqamlar var. Amma son illərə nəzər salsaq, nədənsə Paris Saint-Germain ilə Fransa çempionluğu elə də qabardırmır. Yəni o ciddi nəticə deyil. Yəni Thomas Tuchel işləyib, Mauricio Pochettino işləyib orada. Sən qeyd etdin ki, Unai Emery işləyib, amma heç biri qabardırılmır ki, Paris Saint-Germain ilə Fransada çempion olmağına var ki. Bəli, çox böyük işləyir. Və illərdir keçdirir ki, yəni Bayern Münchenlə Almaniyada çempion olmağına var ki, yəni Vincent Kompany da Almaniya çempionu olsa, bu o demək deyil ki, Vincent Kompany möhtəşəm məşqçidir artıq, yəni. Yəni Paris Saint-Germain, Bayern, Fransada onlar üçün göstərici Çempionlar Liqasıdır. Onlar üçün göstərici treble-dır. Bəli. Nədənsə başlamaq lazımdır. Bilmirəm, hər iki komandanın hücum xəttini mən çox bəyənirəm. Keyfiyyətli oyunçular oynayırlar. Həm xüsusilə mən Aston Villa qeyd edirdim. Asensio bir Rashford tandemi yaranıb. Rashford ötürüb Asensio qol vurur. Kubok maçında da Aston Villa mərhələ adladı. Düzdür, aşağı liqa təmsilçisidir. Plymouth Argyle, Liverpool'un mübarizədən kənarlaşdıran bir klubda. Amma Aston Villa səttini keçə bilmələr. Rashford dubl etmişdi həmin oyunda. O da ilk qollarını vurdu Aston Villa forması ilə. Amma əlbəttə ki, favorit Aston Villa deyil. Baxmayaraq ki, bu turnirdə qalib olub. Bəli, onu qeyd edirdim mən videonun əvvəlində. Klubu yaranandan 12 il sonra Aston Villa Çempionlar Kuboku, Avropa Çempionlar Kuboku turnirində qalib olub. Bizə finalda Bayern Münchenə qalib gələ bilər, bunu da qeyd edim. Yəni Aston Villa'nın bu turnirdə uğuru var. Amma uzun müddət əvvəl və uzun illərdən sonra komanda Çempionlar Liqasıdır. PSG-də yoxdur. PSG-də bir dəfə final oynadı. Ona görə məncə PSG Aston Villa'ya hörmət eləməlidir. Yox, söhbət yox. Hər kəs hörmət eləməlidir. Amma yəni mən belə düşünürəm ki, Paris Saint-Germainin Liverpool'u keçməsi, mübarizəni kənarlaşdırması onları arxayınlaşdırmasa, yenə də Aston Villa üzərində rahat gəlir. O gərginlik olmayacaq oyunlarda. Məncə o gərgin. Bax,
nə bilim. Ola bilərmi ki, İngiltərədə əlavə var. Yox, İngiltərədə Penaltilər. ola bilərmi İngiltərədə tutaq ki, Aston Villa rəqibinə qalib gəlsin və Fransadakı oyun çox maraqlı olsun. Belə bir ssenari gözləyirsən 2-2, İngiltərədə? 3-2, 4-2 falan belə hesablar gözləyirəm açığı oyunlarda. Amma Qapıçılar tərəfindən yanaşsaq, hər ikisinin çox yaxşı qapıçısı var. Məsələn, sən qollar deyirsən ona görə. Məsələn, həm Emiliano Martinez olmazlar. Bir tərəfdə Avropa çempionu, digər tərəfdə dünya çempionu. Bəli. Copa Amerikan qalibi. Bəli. Finalistimada da qalib gəlmişdi, yer gəlmişkən Emiliano Martinez. Amma müdafiədə PSG-nin PSG-nin müdafiəsi güclüdür. Yəni William Pacho ilə Marquinhos bəli. Marquinhos var. Aston Villa biraz o baxımdan güclü qapıçısı olsa da müdafiəsi də yəni müdafiə futbolunu o qədər yaxşı icra etmir ümumiyyətlə Aston Villa. Hə, hücumda Morgan Rodgers'ın da hücuma dəstək olması, o da çox keyfiyyətli fiqurdur. Yəni onu da etiraf etmək lazımdır. 21-də idi, yəni bir il ərzində inanılmaz progress, inkişaf keçdi. Morgan Rodgers milli komandaya qədər yüksəldi, Aston Villa ilə müqavilə imzaladı. Ümumiyyətlə Aston Villa məncə avantajlarından biri. Təqüd etdi əsas milli. Milli komanda. Məncə avantajlardan biri adlarını çəkdiyi, tərlanı qeyd etdiyi futbolçularla yanaşı. Oli Watkins, Morgan Rodgers, Marcus Rashford, Marco Asensio. Bu 4 futbolçu öndə çox əla kvartetdir. Amma Tərlan qeyd elədiyi kimi müdafiə o qədər də güvənli deyil. Salahı zərərsizləşdirən Nuno Mendes. O cənabda Mendes. Başqalarına nələr etməz. Məsələn, orada indi ya Rashford oynayacaq, ya deyək ki, Asensio çəkilər, mövqe dəyişirlər. Leon Bailey ola bilər orada. O da sürətli futbolçudur. Amma Salahı zərərsizləşdirən Mendesin onlar qarşısında əziyyət çəkməsi. Salaha. Yəni demək olar ki, Ballon d'Ordan əlini üzdü. Məcbur elədim, əlini üzdün. Yəni belə, dostlar, Aston Villa və Liverpool, daha doğrusu Paris Saint-Germain, üzr istəyirəm, Liverpool keçişlərindən, yəni əslində onlar da ola bilərdilər, amma qeyd etdiyim kimi Paris Saint-Germainin 120, hətta nəinki 120, daha çox davam edən dəqiqələr, penaltilər seriyası. Bir sözlə Nunes penaltini yerinə yetirənlər. Yəni Liverpool qoyaq kənara, mübarizəni Aston Villa davam etdirir və Paris Saint-Germain. Bu dəfə sən dinən. Bu dəfə mənim fikrimcə mən geyindiyim forma həm Barcelonada, həm də Paris Saint-Germain-də favorit göstərilir. Bunu mən qeyd eləmirəm. Hər kəs, yenə futbol ictimaiyyəti qeyd edir ki, Paris Saint-Germain Aston Villa. Yəni yenə qayıdırıq o məsələyə qayıdırıq yenə ki, səncə burada faiz necə tələ? Yəni faiz olaraq yanaşsaq məsələyə, səncə Paris Saint-Germainin qalib gəlmə ehtimalı, mərhələni keçmə ehtimalı neçə faizdir? Sənin fikrini, məsələn, Aston Villa tərəfi kimi sənin fikrini almaq istəyirəm. 55-45. 55-45 və ya 60-40 mən belə düşünürəm. Dostlar, sizin fikirlərinizi də yazacaqsınız orada. Sizcə faiz etibarilə oyuna qədər sizin düşüncələriniz necədir? 60-ın 40-a yoxsa 55-in 45-ə bəlkə kimsə düşünür 50-50-yədir? Yox, 50-50-yə deyil. Onu mən də deyirəm ki, 50-50-yə deyil. Paris Saint-Germain daha üstündür, amma bilmirəm, çox fərq vermək istəmirəm. Osman Dembele amili var. Paris Saint-Germainin xəttindən danışmadıq. Onlar çünki Liverpool'la mübarizə görmüşdü. Uşaq oynamır da, yəni Asensio. Üstəlik Asensio da özünü Paris Saint-Germainə göstərmək üçün. Marcus Rashford var. O da özünü göstərəcək əlbəttə ki. Bir sözlə gözləyirik. Həyəcanla gözləyirik. Çempionlar Liqasına Oli Watkins. Morgan Rodgers var. Yəni öndəki kvarteti qeyd elədik. Bir sözlə yekun olaraq. Yuri Tillemans var. Var oğlu var yəni. Görək indi o futbolçular meydanda necə özlərinin varlığını göstərə biləcəklər. Yəni Nuno Mendes üçün qabağında da Salah var. Nəysə, bağlayaq. 60-ın 40-a. Sizi görməyin. Real Madrid'də çempion. Keçən dəfə mən yemişdim. Bu dəfə sən işləri də düzəltmisən. Ağzımızı şirin eləyək dostlar. Videomuzu izləyin və fikirlərinizi yazın. Təşəkkürlər. Oyuncu aparsın.